Bakıda sentyabrın 16-sına 22-sinə qədər Ayna tərəfindən avtomobilsiz gün adlı tədbir keçirilir. Bəs görəs paytaxt sürücüləri avtomobilsiz nə qədər qala bilərlər? Gəlin özlərindən soruşaq. Ayna sentyabrın 16-sına 22-sinə qədər maşınsız gün adlı tədbir keçirilir. Bu dünya səviyyəli tədbirdir. Siz maşınsız neçə gün qala bilərsiniz? Ora imkanım olsa, pulum olsa maşını sürsəm məndən pis adam yoxdur. Və bu sizin işinizə təsir eləmir? Nətər təsir? Maşınsız qalmaq, siz indi maşınla... Yox, deyirəm imkanım olsun, bəs imkanım yoxdur, deyirəm maşınsız qala bilmərəm. İndi məsəl üçün də bir gün qala bilərsiniz maşınsız. Lazım gəlsə qalarıq, lazım gəlsə qalarıq. Dövlət tədbiri isə başqa, amma da beləncə bir gün, 2 gün işləməsə gələk biz o məsələ gedək borc alaq. Siz maşınsız qala bilərsinizmi? Neçə gün qalarsınız? İşə getməsəm qalaram. Yəni belə işə gedirsiniz, amma İşə gəlirəm. amma maşınsız getmərsiniz. Yəni Yox, necə gedim? yəni işinizə təsir eləyər maşın. Sözsüz. Avtobus, sürət qatarı, metro. 4 dəfə nəqliyyat dəyişməli. 4 dəfə. Siz maşınsız gün keçirə bilərsinizmi yəni? Allah salamatçılıq versin. Yəni keçirmə imkanınız olar. Bu sizin işinizə təsir göstərər, yoxsa heç bir problem olmaz? Mən istəmirəm. Siz maşınsız bir gün keçirə bilərsiniz? Niyə keçmirəm ki? Yəni bu sizin işinizə təsir eləməz? Xeyr, eləməz. Digər nəqliyyat vasitələrindən istifadə eləmək daha məhdud olar. Bəli, avtobusdan istifadə etmək daha yaxşı olar ki, profkasız. Siz maşınsız bir gün qalmaq istəyirsiniz, qala bilərsiniz. Yox, İşinizə təsir göstərir. düzdür, hə. Bəs digər Uşaqları aparıb gətirmək çox əziyyət olur. digər nəqliyyat vasitələrindən istifadə eləmək uyğun gəlmir sizə? İctimai nəqliyyat, avtobus, metro, sürət qatarı. İstifadə uje hardasa 25 il istifadə eləməmişim, ona görə heç bir xəbərim də yoxdur. Yox, çətindir. İşinizə necə təsir göstərər? İşimə çox pis mənfi təsir göstərər. Digər nəqliyyat vasitələri. Nəqliyyat vasitələrinin bəli, biraz zəifdir. Nəqliyyat vasitələri çox zəifdir. Siz maşınsız bir gün keçirə bilərsiniz? Xeyr. Bu işinizə təsir göstərər sizin yəni? Uşaqlarımın təhsilinə təsir göstərir. Məktəbə apar. Bəs digər nəqliyyat vasitələrindən istifadə eləmək mümkün olmaz sizcə? Heç vaxt istifadə eləməmişəm.